Hər vaxtınız xeyir olsun. Əziz və hörmətli izləyicilər, hər birinizi salamlayıram. Gözəl qardaşlar, əziz böyük ailəmiz. Sizləri Bərdə rayonunun 32-lər kəndindən salamlayıram və çəkilişimizi də məhz buradan aparırıq. Həm çəkilişimiz, həm də canlı yayımımız. Sizlərin maddi dəstəyi ilə tikilən 25-ci evimizdən və evimizdə gedən gözəl tikinti işlərindən sizləri salamlayıram və gözəl bir çəkiliş, həm də canlı yayım çəkirik. Hər birinizdən xahişim, canlı yayımımızı həm də bu baxdığınız video çəkilişi elə indidən bəyənin ki, buradakı gözəl işlərin hər birini daha çox insanlar görə bilsin. Bugün çəkilişimiz çox gözəl, həm də canlımız çox möhtəşəm olacaq. Evimizin dam örtüyü, xeyriyyəçi qardaşımız, dəyərli qardaşımız adını artıq böyük ailəmizin tarixinə qırmızı hərflərlə yazdıran Ağdam balası. Amil ustamız bir balazda yaxın gəl, nur sifətini elimiz, obamız görsün. Bəli, Amil ustamız bu işi qeyrətlə, vicdanla, təmənnasız olaraq başa vurdu. Və bu işi gözəl şəkildə başa vurmasında Amil ustanın köməkçisi Elman ustamızın da böyük əməyi və əziyyəti oldu. Mən hər bir kəsdən xahişim, Amil kimi oğullarımıza dua edəyim. Amil kimi oğullarımızı hər zaman Allah yanında ali, uca məqama ucalmasını Allahdan istəyəyin. Amil, mən ilk öncə böyük ailəmizin adından, öz adımdan, Eminin ailəsi adından, Eminin qohum əqrəbəsi adından, ümumən Azərbaycan veteranları adından, qazilər adından və şəhid ailələrinin valideynləri adından sizə dərin təşəkkürümü bildirirəm. Bugün sizin bu etdiyiniz humanistlik bütün şəhidlərimizin ruhunu rahatlatdı. Bütün qazilərimizə, veteranlarımızın ürəyində bir rahatlıq yaşatdı. Bir veterana dəyər vermək, bir veterana dəstək olmaq hər bir şəhidimizə, hər bir qazimizə dəyər qiymət verməkdir. Çünki Emin və Emin kimi oğullarımız hər biri bugün bizim canlı şəhidlərimizdir. Yəni o şəhidlərin şəhadətə qovuşduğunu ən birinci o veteranlar görüb. Bəlkə də Emin qardaş kimi oğulların dizi üstündə, qucağında neçə-neçə şəhidlər şəhadətə qovuşubdur. Belə oğullarımıza dəstək olan, yardımcı olan bütün Azərbaycan oğul qızlarına dərin təşəkkürümü bildirirəm. Sizə də öz minnətdarlığımı bildirirəm. Bir ömür boyu bizim yaddaşlarımızda silinməz bir iz qoydun. Bu hərəkətinlə, bu addımınla, yəni böyük bir humanistlikdir bu, böyük bir köməkdir ki, sən bunu etdin gözünü qırpmadan. Allah'tan sənə can sağlığı, hər zaman bol-bol ruzun olsun, hər zaman işin gözəl olsun, hər bir iş gördüyün insan özün kimi mərhəmətli olsun, özün kimi qanacaqlı olsun, qəbiliyyətli olsun. Əllərindən öpürəm, bu qavar əllərindən öpürəm ki, bu layihəmizə həm də sən 100 minlik bir böyük ailəyə bu hörməti qoydun. Allah səni var eləsin, Allah ömür versin inşallah. Amil ustamızın xahişi ilə mərhum Xəyyam kişini də bugün gətirmişik bura. Çünki Xəyyam, Amil ustanın götürəndə yeznəsidə Ağdamların bir dənə yeznəsi var. Yeznə kürəşən. Allah ömür versin. Təşəkkür edirəm Amil. Allah ömür versin, can sağlığı versin inşallah. Deməli, Emin, zəhmət olmasa onu tax maşınımızda ət, çay var. Onu da gətir. Eşq olsun millətimizin dəyərli oğullarına, eşq olsun xalqımızın mərhəmətli insanlarına. Hər kəsdən xahişim odur ki, yayımımızı bəyənib paylaşağın. Allah sizlərə ömür versin. Canlı yayımda da Amil ustamızı salamlayırlar. Amil ustamıza dualar edirlər. Amil ustamıza təşəkkür çatdırırlar. Var ol Amil. Həqiqətən böyük bir iş gördün, yadda qalan bir iş gördün. Allah ömür versin. Deməli, Ayşən bacı, zəhmət olmasa yaxınlaşardıq bizə tərəf. Deməli, bizim əziz dostlar,
kanalımızın çox dəyərli, qiymətli, xeyriyyətçi insanlarından biri də bizim şir ürəkli. Həqiqətən şir ürəkli. O insanın adı gələndə həmişə Asimda yox, ayağa durmaz deməzdim. Həmişə papağa bir dəfə qaldırır, boş qoyur yerə. Çünki onun belə deyək də əvvəl bir gündən xətrini istədiyi bir gözəl xeyriyyətçi xanım, əsl gözəl xeyriyyətçi xanım. Gülərüz, mehriban, səmimi, dürüst, hər bir kəsə, hər bir insana səmimi rəftar edən, uşaqla uşaq, böyüklə böyük. Həqiqətən Samirə xanım bu qəlbin, bu ürəyin sahibidir. Əvvəl gündən Emin qardaşın evinə Samirə xanım bildirmişdi ki, var gücümdən dəstək olacam. Sağ olsun. Evimizin bir maşın daşından tutmuş, evimizə neçə min rubla qədər yardımlar edib. İnşallah evimizin bir otağının aboyunu da Samirə xanım öz üzərinə götürübdür. Allah belə xanımlarımızı var eyləsin. Bizim kanalda belə nə qədər gözəl, şir ürəkli xanımlar varsa, hər biri bizim fəxrimizdir. Hər biri bizim qürurumuzdur. Çünki bu 10 milyonun içərisində bir neçə barmaqla sayılacaq xanımlar ki var bizim kanalda. Bizim tanıdığımız insanlar ki var. Onlar 25 mənzilin tikintisində hər biri iştirak edib. Hər biri maddi və mənəvi dəstək olubdular. Dünən qeyd eləmişdik ki, Samirə xanım bildirmişdi ki, Emin qardaşla ət alarsınız. Bunun üçün Samirə xanım bizim hesabımıza 100 manat yardım göndərmişdi. Xahiş etmişdi ki, ət alarsınız və adımıza layiq konfet, şokolad alarsınız. Biz də, hörmətli izləyicilər, bir ədəd 250 qramlıq çempion çayı və 2 kilodan artıq, 2 kiloqramdan artıq qarışıq şokolad. Yəni bunlar bir yerdə 26 manat pul edib və 74 manat, yəni 6 kiloqramda ətdir. Ki, Ayşən bacı bunu inşallah bir həftə pişirəcək, ustaları yiyəcəkdir. Allah onun həmişə qazanı qaynasın, Allah cibini dolu eləsin, Allah qalalarını xoşbəxt eləsin. Ömürlərini uzun eləsin, qardaş. Allah hamısının canını sağ eləsin, ruzsun, bərəkətin başından tüysün. Allah ustamızın canını sağ eləsin, balasını saxlasın, balasını xoşbəxt eləsin. O qardaşımın da Allah canını sağ, əliniz, qolunuz ağrımasın. Allah balanı sağ-salamat gətirsin, qardaş. Allah balalarınızı saxlasın. Allah Samirə bacım, Allah səni cibini dolu eləsin, canını sağ eləsin. Böyük ailəmizin Allah balalarını xoşbəxt eləsin, balalarını saxlasın. Ruzunuzu, bərəkətinizi başınızdan tutsun. Da bu cür bizə yaxşılıq eləyirsiniz. Allah daha da bundan elə yaxşılıqlar eləyəsiniz. Allah qazancınızı bol eləsin, canınızı sağ eləsin. Ürəyim sizə qurban. Ürəyim sizin belə balalarınıza qurban. Belə bu cür gözəlliklər eləyirsiniz bizə. Bu cür deyə evimin belini vurdum, qardaş. Sənin qadan alın, başına dönüm. Sən bu ilə belə oldun bizim qardaşımız. Bəli, bu evin ən əziz adamlarından biri. Bir evli kim olacaq? Allah qoysa sənin evinə də gələcəm mən. Ürəyim sağ qurban ay qardaş, sağ ol. Allah köməyin olsun. Allah canını sağ eləsin, cibini dolu eləsin, ruzunu, bərəkətini başından tutsun. Bizə kim nə edir, Allah canını sağ eləsin qardaş. Cibini dolu eləsin, canını sağ eləsin. Min əvəzini versin. Vallahi həyəcanlandım. Belə gözəlliklər edirsiniz, vallahi mən həyəcanlandım. Allah canını sağ eləsin qardaş səninlə. Təşəkkür Allah ederim. balalarınızı xoşbəxt eləsin. Allah Sağ razı olun. olsun. Allah həmişə qazanınızı qaynasın. Amin. Ömrünüzü uzun eləsin. Amin. Sağ olun qardaş, sağ olun. Təşəkkür edirəm. Bəli, əzizlərim, gözəl ətli evin ağzına zəhmət olmasa Özdə Xəyəm kişinin birbaşa nəzarəti altında almışıq. Çünki birinci olaraq Xəyəm kişi ətdən bir tikə dadır ki, birdən o məsələdə, yəni Xəyəm. Uzun müddət sən harada işləmirsən Xəyəm? Uzun müddət harada işləmirsən? Gigiyena? Gigiyenadır, hə. Zəddadır, hə. Hansı ölkədə olub o? Singapurda. Singapurda. Hə, Singapur. Dəqiq söhbət. Hə, dəqiq söhbət, sən də aparacaq bura. Aha. Hə, əzizlərim, gözəl, möhtəşəm çəkilişimiz. Hə, götür. Bir yaxşı çay gəlsin Xəyəm. Xəyəm kişinin gəlişinə bir yaxşı çayımızı, içilik videomuzu və canlımızı bəyənirik. Əzizlərim, Emin qardaşımıza maddi dəstəyimizi davam etdiririk. Allah sizləri qorusun inşallah. Və Xəyəm kişini bir daha təbrik edək. Xəyəm kişini artıq bayaq yol gəlir, nəvələrini sahib tutara bilmir.
Deyir ki, adı yadıma çıxır. Xəyam, Allah əlinizdə, oğuzunuzda qoysun. Sağ ol. Allah boya başa can etsin. Gün o gün olsun, nəticə sahibi də olasın. Ay Xəyam. İnşallah, inşallah. Allah ömür versin. Sən bizə lazımsan Xəyam. O gün də suyu-qəsd nəticəsində gülləni atıbdılar. Allah istəyib ki, başında Çeçenka papağı olub. Buna bax, güllə gülnətə sığırı var, aparır. Hə, güllə bu tərəfədə və bu Şarmanov götürmüşəm. Hə, nəysə, bu gün ay neçəsi idi Xəyam kişi? Ayın tarixində denən. Düyünü bilmirəm, səhər 19-udur. Düyünü bilmiş səhər 19. Hə, gözəl bir möhtəşəm canlımız gedir əzizlərim. Hamınızı dəvət edirəm bu möhtəşəm canlıya. Gəlin bir yerdə bu gözəl, xoş saatlarımızı bir bölüşəyin inşallah. Hər şey gözəldir. Layıqımız bir dənə verib, dəstək olalım. Gözəl işlər. Maddi dəstəyimizi, köməyimizi göstərəyim. Çox sağ ol Fəranə xanım. Təşəkkürümü bildirirəm sizlərə. Allah sizlərə ömür versin, can sağlığı versin. Like'imizi verib, dəstəyimizi, köməyimizi göstərək. Bir dənə zəhmət olmasa canlını başa yığ, birinci yoldaya. Zəhmət olmasa orasına bax. Hörmətli insanlar, hörmətli Kale Usta'nı çəkək. Kale Usta səni də çəkək mi? Alın qolun ağrımasın. Usta o kanalizasiyasını bölüb dolğun olar da sən işini görəndən sonra. Ben buradan çıxan kimi Bölünü desən nəyə görə deyirəm? yan doldurmaq lazım. Hərdə şey bilinə. Hə. Hə. Yan doldurmaq lazımdır ki, kanalizasiyanı çıxartıb qoymuşuq ora. Bax, hazırlayıb qoymuşuq ora. Hə. Bu birinci, bu 12-dir. Bunda buradan belə düzəltmişik, hər şey hazırdır. Hə, yəni sən işini görəndən sonra mən şey eləyə bilərəm. Şey belindən gətir, doldur. Ha, Allah Amma səni sağ ol. tərpətməmək Yox, şərtilə yox, Məhəmmədə göstərəcək, Məhəmməd olsa bunun siyaşkasını tökəcək. Hə, Allah Məhəmməd səni sağ ol. özü şey eləyəcək. Allah səni sağ ol. Onun atmetkasını eləyəcək. Çünki şey ben kəsindən sonra gərək Buna baxdın, o kısa videoda Hə, o tez-tez gedəm. Yadigar saxladım ya onu. Hə, qəşəng tamam. Hala bu qumu Arif əfəndim. sən olar şoför gətirmişsin. Bu qumu hə dersin. Bax, Hə. onun nömrəsi var səndə. O nömrəsi Fərman əmdir. Arada özüm geldim, mesela kuma özüm geldim. Gedər, bir başa get təbəkkürün karyerini oradan götür Kuma gel. özüm geldim, maşını özüm geldim. Salamat oldu.
Məhəmməd usta. Buradan böyük aləm sağlamlıyor. Allah canlarını sağ eləsin. Allah ömürlərini uzun eləsin. Amin. Allah hər birinin ruzusunu, bərəkətini bol eləsin. Amin. Qalalarını xoşbəxt eləsin. Biz kasıblara belə dəstək olurlar. Sağ olun, böyük aləm. Məhəmməd, buradan icazə verdin ustanın o xətti aşağı kəs salmanına. Yemin var. Sol çıxın bura gəlməyəni sən dedin, yoxsa usta Hə, bu ağıllı fikir oldu öyrənmə. Bu onun programayla getməkdən bura gəlməkdən yaxşı. Düz. Kəsdin bu dəmiri? Hə. Mən bunu hay istədim, öyrənəm. Vururdum, salça tuşu deyilir. Ama bu barı quru olanda falsı tuşu yoxsa nəm olanda falsı tuşu yoxsa. Taze mi var? Biraz aralı. Bütün benim başlı bu. Biraz aralı. Onu yıka. Like verək, dəstək olağın dostlar və qardaşlar. Gəlin maddi dəstək olağın, hörmətli izləyicilər. Aziz qardaşlar, bacılar. Kimin gücü, imkanı, nəyə çalışırsa, Emin qardaşımıza dəstək olub evini inşallah başa çatdıra biləyim. Çok direme var ya. Biraz aralı. Aha. Evet, Celal kardeşim gönder.
Sağ ol Cəlal. Allah səni var eləsin. Cibinə min bərəkət, mənim qardaşım. Yeni gelenler, efirimizi beğeneyim. Yeni gelen her bir kəs, efiri beğenip paylaşıp destek olalım. Salam Murat Məhərrəmov, hoş gördük sizi. Sualtı çeşməyindən danış. Efiri beğenirik. Yeni gelenler, əziz dostlar, kardeşlerimiz. 140 manat qoyduğundan yığa bilmişik. Allah min bərəkətin versin. Zəhra Xəllova da təbrik edir. Sağ olsun. Olmayanlara da kısmet olsun. Sağ olun. Allah çömenizi versin. Zaten zararım. Sağ olun. Çok sağ ol Azeriya xanım. Çok sağ ol Roman qardaş, çok sağ ol. Yeraz Roman qardaş da təbrik edir. Sağ olsun. Deyir gözün aydın olsun. Allah çömenizi versin. Like verəyin, Hamd kısmet olsun. dəstək olağın. Əziz dostlar, like verib dəstək olağın. Ali, İmkanı Satış yapayım. nəyə satırsa maddi kömək eləyək. Like'imizi arttıralım. Like nə qədər artırsa, yarama verin abi. Vay, qoçaqsan da qardaş. Vallahi qoçaqsan.
Ben kesmişim. Bunu çıkart kesildi orası. Ona göre getirmiştim onu. Pencereden veririz. Bağa gidecek bir Ali. Az gel tekrar gel. Bir de senin içeride. Ben burada payak eleyende koyuyorsun direkt. Usta, demək çerez podval gedəcək, elə mi ora? Belə hər deməkləsə batmadan Hə, elə yaxşıdır. Elə buradan da Ne qıraqlı. donmasın, ne bir şey demesin. Buradan da yere salıp aparacağım. Hə, oradan da aşağı ilə, yerin altına. Yerin altından aparacağım. Hə. Sen bunu kesin, değil mi? 72. Koyalım falan. Bu əlində çox qalyandı nədir? Ondan səhv eləmirəmsə biz də olmalıyız. Satması olmalı. Güzel sözler için. Alo. Ha.
Ay neçəsidir? Restorandadır. Deyərsən də bana deyərsən, mən də öyle getmək istəyərsən. Bana akşamdan zəngi deyərsən akşamdan. Arif. Versen palçı. Al. Oranı doldurasan da Fəzali. Rahmetli o dəmirin altı var. Mayaka kadar dolayı. Yani mayak nerede ora şimdi dolayı. Yox, daş görsən daşı deyirəm. Bura ha. Mayaka kadar dolacak. Amma o birisindən dolar da tam. O üzünə Obisinden ha, obisinden bağlanacak. ya da o bildirməyəcək də o. Yok yok. O düz olmalı. Onu hiç çap edeyim ben bilmiyorum. Kulak geçimde bunun ağzında dayanmalıydı. Şimdi de burada dayanır. Farkı yoktur. Bu çap olmalı değil. Reisle maşın olarsa sultanın nəsə bir vazifəsin olar. Ama olmasa belə yəni gələr gedərik lütfen. Yerim benimle tanış olarak. Oldu baba. Efirimizi beğenek, efirimizi paylaşak. Güzel izleyiciler, əziz kardeşler. Sen bilərsən, niye mənim hörmətim yoxdur Afinin yanında? Afiyet'in yanında hiç kesin atıyorsun. Ama onu hamile ediyor. Yerdən adam çıkıyor. Dəstək olalım dostlar. Hə, Polad əmmizə can qurban. Əzizlərim, Polad əmmizə can qurban. Polad əmmizdə 800 rubl maddi yardım göndərdi. Çox sağ ol, Polad əmmiz. Var olun, milyon bərəkət, milyon bərəkət.
Sağ ol. Bax, Çotçukdan gələn xətti, sılaq altı gəlir. Gəlib burada rubilnikə girəcək. Bu da timinütküya, ya nə bilim, nəysə bir şeyə lazım olarsa tok çıxartmışıq bura. Allah canını sağ olasın. Bu da su xəttlərdir. Hamamın isti soyuq su kanalizasiyasıdır. Bu avtomatın xəttləridir. Onun lentalar. Orada bu lenta. Ada maşında. Avtomatın xəttləridir. Bütün evlərin hamısı avtomatdadır. Bundan sonra hamam montajı unitazı ayırmışıq. Görürsən ki, addelin addelinidir. Allah canını sağ olsun. Duşdu, unitazın isti soyuq suyudur. Bu da əlüzyan. Sağ ol, var olan. Allah köməyim olsun. Allah səni var edəsin. Bu da suyu da buradan çıxartdıq. Belə. Bu elə bura yaxşıdır ki, gözəldir. Çıxartdım çölə, onu da qoymada şeylə, ağzını da lentalamışam. Orada barı qırağa gedəcək. Öyle girəcək orada yerə. Oradan barı qırağa gedəcək. Barın qırağına gidəcək. Oradan. Gələcəkdə Allah'ın köməkliyi ilə İnşallah. şey hazır olsun. İnşallah. Evin hazır olsun. Allah'ın Oradan köməyi. suyu götürüb gətirəcək minut qazana paylanacaq. Sağ olun, sağ ol. Allah canını Allah sağ ol. xeyir versin. Sağ ol, sağ olun. Su gətir. Arif. Sağ sebepten he. Suyu.
Allah köməyin olsun. Hadi. Bak gelin beğenin. Bir təkdə bir dilin ağzım olsun. Like verin, beğenin, paylaşın. Xahiş edirəm. Xahiş edirəm, dəstək olun. Değil mi? Xahiş edirəm sözüm. Həmişə layıq. Layıq istəyəndə həmişə Getdik. deyirəm ki, xahiş edirəm. Ağırdır. Bunu niye böyle az doldurdun ha? Peydasız. Kaldı orada. Lazım getireyim. Pat getir. Yerden de bakıyor. Düz doğru danışır onu istediğin. Aynen. Yani o da işleyecek. Nasıl yalanı?
Mən ürəyim. Ürəyin döyünür. Ürək döyünərdir lan, ürək dayanmır. Havası dayanacaq. Boş ürəksinə döyün. Heyyama bak, heyyama, hoppa, day yığılıbdır cana, hoppa, emin çəkir, göstərir, Fəzail usta işləyir, Erşən canlını idarə eləyir, bəs xəyam da neyniyir, çay içir eylən, çay içir şənlənir, dövrana bax, dövrana, hoppa, day yığılmışıq cana, hoppa, dövrana bax, dövrana, hoppa, day yığılmışıq cana, hoppa, Fəzailin əl işin, göstərirəm mən bugün, kişinin oğlu yiyibdi, kələm dolmasından bugün, görün necə işləyir, yorulmadan işləyir, dövrana bax, dövrana, hoppa, day yığılmışıq cana. Emin biraz diqqət eylə çəkilişə, tamaşaçılar yorulmasın efirdə. İmkan olsa ekranı da silərsən. Al pambıq var evimizdə, hoppa, dövrana bax, dövrana, hoppa. Day yığılmışıq cana. Fəzay sənə gəlib bir 1000 rubl, Sankt Peterburgdan təranə bacından. Faizi 20% qaldı. Qoy qalsın 23%. Narahat olma sən qaqaş. Məhəmmədin dövranı gəlib çıx meydanı. Nə olar, çörəyimizin ağacı deyil bu. Arada silmək lazımdır, çörək ağacımıza. Arada qulluq eləmək lazımdır. Görüm nga Qulya, görüm nga. Ooo. Emin sən belə... Bəh, 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 bəh. Ehtiyacın olar. Efiri beğeni, efiri paylaşa. Aleyküm salam. Haganili. Hagani. Hagani, hoş gördük. Bəli, biz beləyəkdə biz işə başlarsa, biz xüsusi təyinatlıyıq, xüsusi təyinatlılarıq biz. Başlarsa başlayırıq. 2 günə yerin sözünü qutarmışıq demək olar ki, Sedna boğu. Arxa tutuyor durur da. Yox, arxanı da aşağını vurublar da. Vay maşallah. Burada bilmirəm, bizdə eysən yığışdırır. Yəni kim eysən Barı suyun götürüb yağış yağanda. Biraz kuru simit, kuru simit. Cəmaat nədən ötərdür? Ona göre de boş diyor. Biraz kuru simit. Ora kimi elə bax Fəzal, nəzik vurdun sonra keçdin bəli. Ona da bak yok. Sağ ol, Polat abi. Allah köməyiniz olsun. Allah sizləri qorusun. Like verib dəstək olağın. Gözəl izləyicilər. Kimin imkanı, kimin gücü nəyə çatırsa maddi dəstək olağın. Amma yoxsa eysən verir. Gəl xəyam yanı, xəyam nəsə insandan var.
On manat düşün. Sen 3 dəfə gəlirsən. Hasan dedi get xəyam yanına da söhbət edin. Yəni zaddan danışırıq. Bu biraz o cəmaatçılıqdan. Yəni kimsə bir iş görsə, görəndə vallahi heç tanımırsan, heç o da səni tanımır. Amma görür ki, bir iş görürsə, gəlir deyir ki, Allah xeyir versin. Sağ canla işinə yığışın. Yəni məsəl üçün bir yer qazırsan, deyir bərəkətli olsun. Nə bilim filan beşmədən. Belə adam. İndi elələri var ki, sən tanıyır da, hələ qohumdur da, bir dəfə gəlib bir xeyir dua verir. Vermirəm, vermirəm. Hə, əskiyin çıxacaq səndə. Düzdür. Sən bu nə cəmaatçılıq oldu ki? Bəzən 100 nəfər keçir buradan, elə baxır, elə çıxır gedir. Yəni ora bir salam verdin, Allah xeyir versin, yorulmayasınız, öləsən onu. Yəni cəmaatçılıq, yəni öz gəlir. Mən onu yəni bu böyük aliyə deyirəm ki, heç onu tanımırdı, eləmirdin. Sən də heç kəsi tanımır. Tanımıram. Görürsən bir-birinə iş görür. Bəli, Allah canlarını sağ Evet, olsun. insanlıq lazımdır. Allah balalarını xoşbəxt Sənin eləsin. qohumun, yaxın qohumun kəssin, qonşun buradan keçir, bir demir ki, Allah xeyir versin. Düz keçir elə bilir ki, bura tədəcək. Hə. İndi görsən, indi böyük ailədə yəni öz boğazından kəsir, Düzdür. göndərir ki, yəni millətçilikdir. Kömək eləyək, yəni mənim villam varsa, mənə ikinci villanı itimirlər. Düz. Mənim deyirəm, daxal idi, arı yeşiyinə oxşuyurdu. Yəni gördülər, Allah elədilər. canlarını Məsələn, qururlar da, yəni öz Şərait yaradırlar. Çıxışına görə sənə bir maç eləyim. Yox, Yox, mən ölüm söhbəti. O qızıldan dəyərli kəlləndən. hə, yəni Kişi qızıl xırda ola deyir. tanımadığımız, bilmədiyimiz adam görsən nə qədər dəstək olur. İndi söhbət indi hələ 25 ev deyil. 25 ev deyil. Bir belə zat nədir? Pay verirlər də, Elə yardım. bir 50 ev götür, sən Hə. 50 evi götür. Hə, bir belə pay verilir. Biraz da yaxından görsəm kişini. Biri məsəl üçün gəlir, deyir ki, mənim xəstəm var. Tamam. 300 manat lazım olanda 1000 manat göndərir. Düzdür. Və bax, zaten müharibədə nələr pul gəldi, mən onun şahidiyəm. Elə bizə də gəlir. Nələr, Allah canlarını nələr. sağ olsun. Danışıq Mən adam. burada And olmamışam, olsun Allaha. yaşanan bizdə olub. Bəlkə də 300 min pul gəldi. Danışsan. Düz. 300 min pul gəldi. Mən müharibədə olanda sağ olsun, yaşanan böyük ailəmiz sağ olsun. Yəni indi adlarını dəstək çəkmirəm kimlərdə. Qardaşlarımız, bacılarımız, bibilərimiz, Şey Allah hamısını Cəhli danışıq, hə. Ha, bax, and olsun Allaha, and olsun Allaha. Sağ olun. Pul göndərdilər, nə bilim 100-dür, 150-dir, hazır qutab. Ondan sonra bloklarla siqaret. Sağ olsun. Ondan kletkalarla su. Hə, Düz. Tək indi bizə üçün eləmədilər də, bizə Onu hamı vermədilər. üçün Gör, elədilər. yox indi bizdən başqa da yəni bu işə baxan var da. Hə, bizdən başqa da bu işə baxan var. 10 blok siqaret, 10 blokun 100 başqa siqaret. Elə bir gündə, bir gündə mən bir günü bir danışıram. gündə 7000 manat 10 dənə şəhid ailəsinə vermişəm. Hərəsinə 700 manat bir gündə. Allah canımızı sağ Allah canlarını sağ olsun. olsun. Dolu eləsin. Allah Söhbət ruzularını bol eləsin. Böyük ailəmiz var olsun. and olsun Allah, yəni yenə Var deyirəm. olsunlar. O işin içində də mən olmuşam da. Hazır plov pişirilir, aparılır zaten. Qoyunlar, quzular kəsilir, kavaqlı nələr, şişdə. nələr. Şişdə ön xəttə gedirdi. Baxmışam, birinə baxmışam. Bir də 20 blok siqaret veriblər. 20 blok siqaret. Və şeylər bir nə bilim bir 10 kletkada zaddır. Sudur. Hə. Yəni dükançı vardı ki, su məsələn 10 dənə lazımsa 5 kletkası pulsuz verirdi. Hə, buna deyirəm ki, o siqaretin birini vermez, onu vermə də. Gözü soruluqlarıdır. Yarınızda minamyotçular. Ağdamda. Hə. Allah canını sağ olsun. Yəni Göndərenlere can sağ olsun. söhbət tək ev deyil ha. Çoxdur, çox. Fakat Türkiyəyə qədər yardım getdi. Türkiyə, Zəlzəliyə. Buradan alın. Türkiyəyə qədər yardım Yəni getdi. biz belə millətik. O da kardeş. Amma intihası ki, elə canciyə dediyimiz adam bir hafta neçəsi keçir və elə bir salam da veririk.
Düzdür. Xeyir doğan yani bir salam. Düz deyir. İndi deyir o Hatay'dı ne bileyim o zaten Kahramanmaraş'tı. Ora neler getdi. Neler getdi. Mitilindən beri. Türkiye kabul edə bilmir, Hə, həqiqi çatdıra bilmirdi. Hələ biri var idi, qırıq sökük Moskvişlə. 05. 05 idi, ona da bir təzə maşın aldı. Maşın Allah ürəyini geniş eləsin. Allah dala qismətini eləsin. Amin. Ürəyindən keçəni göndərdi, indi orada Tanımadığımız adam, bilmədiyimiz adam belə yardım edir. Nələr? Düzəmir. Hə. Amma o insanın kimliyini gəlir, nasıl diyor ya, o elə insanın qohum dedin, canciğer dedin, belə Çox sağ ol, Polat əmi. ən yaxşı bildiyin adam gəl bir xeyir dua vermiş. Düz amma düz. Paxıllıq hissi var bizdə. Hə də, O var. insandan asıldı o. Hə, Onu da paxıllıq hissi. İndi unamadığımız yerdən nələr gəlir. Amma Allahın bir dənə bir demir şey Umduğumuzdan yorulmuyor. görmürük onu. Umduğumuzdan görmürük. Hə. Düzəmir. Bəli. Elə nə olar ki qohumu yoxdur, qohumu yoxdur. Nə olar elə bir dəfə bir qazan yeməyə sən pişi gətir, bir dəfə sən pişi gətir. Elə kömürlər də. Sənə deyən yoxdur, gəl burada tərtib. Düzəmir. Vallahi Allah böyük ailəmizi qorusun. Allah böyük ailəmizi canını qorusun. sağ eləsin. Balaları saxlasın, balaları xoşbəxt eləsin. Amin. Onlar bizim yanımızdadır. Biz qeyri adam istəmirik. Bizə o qıraq adamlar lazımdır da. O böyük ailəmiz bizə lazımdır. Onlar bizə yaxşılıq eləyir. İndi bura bax. Bunun pulu meşoxla deyil ha, bu ev tikdirə. Məsələn deyirsən ki, ev varıdır da, nə? Amma bunun yoxudur. Yoxudur. Kasıbdır, yoxudur. O kasıva elə. İndi 1 milyonçudur, villa tikdirib, onu mən də razı deyiləm ki, kimsə uşağının boğazına kesin, bir qaza yemək yapar. Düz amma. Hə. Lazımdır buna. Sağ ol. Hamıya lazımdır. O ev tikilənlərin hamısına lazımdır. Bax kasıbdır, yoxsuzdur ki buna yardım eləyirlər ev tikilənlər. Allah yardım edənlərə hamısına uzun Amin. Amin. Allah hər birinin canını sağ ol. Əmin eləsin. İmkanların daha da böyük eləsin. Daha gözəl yerlərdən adları çəkilsin. Amin. İnsanlardan, o insanın xoşbəxtçiliyidir. O insan hər insana qismət olmur ki, onun qəlbində xeyriyyətçilik olsun. Bunun siftəsi, adını çəkməyəcəm. Bunun siftəsini məktəb vototda da açılır. Nə bunun pulu var, bunu həmişə bir yerdə olur. Nə bunun pulu var, nə mənim pulum var. Bunun bir ümid yer var ki, telefonu satar, 2 uşağı məktəbə götürür. Mənim də ki, heç nəyim yoxdur. Bir 2-3 adamı arxayla da, deyəm ki, verir, əlimə düşdüsə qırıq-qırıq verirəm. Elə oldu ki, bir nəfər 400 dollar pul göndərdi. Dedi, gedin filan yerdən götürün. Elə deyil, 400 dollar. Tanımır biz mi? Heç biz də onu Allah canını tanımırıq. sağ olasın. Heç biz demədik ki, məsəl üçün pulumuz yoxdur, uşaq məktəbə getməyəcək. Elə Allah tərəf oldu, eləcəni göndərdi. Düzdür, biraz çəkilişimiz adımız da var idi. Hərəmizə 200 dollar, 400 dollar pul göndərdi. Da elə bir, o 400 dollar elə bizə 4 milyon oldu. Hələ bir 40 ildə ömrümüz uzatdı. Yəni çox belə fikirdən ölürdük də. Məndə bir uşaq idi, bunda 2 uşaq idi. Allah gözəl qəsri insanların canını sağ qəlbini Əlbəttə ki. Deməli, o insanlardan nəsə gözləmək olar. Valla onu eləyirsən, bax, and olsun Allaha, bax bunun bərəkət haqqı. Allah əvəzini verir. Bəli. Allah əvəzini verir. O, bir məsəl var, bir məsəl var, deyir, zad, qonşuğa 2 inək arzular ki, bir də sənin olsun. O xainlik bekara şeydir. Ən pis şey bu xainlikdir. Mən mama aparma pulaq da adam. Ne qədər axtardım, tapamadım. Kimə dedim, dedi yox. Elə gecə canlıya baxırdım, eşənəm zəng elədi ki, mən məsələ tezdən gedə bilərsin işə, dedim, mənim gözüm üstə. Gəldim, Allah balasını sağlasın, Allah böyük aləmi qorusun, Allah min əvəzini versin, ciblərini dolu eləsin. 2 oğlu çıxartdı, 300 manatı verdi, get Bakıya get, qalan içində gör. Allah Allah Bax, kömək belə olsun. insandan kimin ciyər, kim küsər, kim onun işinə getməz. 3 gün mən pulaqdan tapamadım.
Allah'a qurban olum. Allah canlarını sağ eləsin. Allah ciblərini dolu eləsin. Amin. Allah gözəl Allah balalarını insanların saxlasın. Balalarını xoşbəxt İndi eləsin. mənə da bir neçə dəfə şompul lazım oldu da, yəni əməliyyat üçün, nə bilim filan beşəndə həkimizə də. İşte tanımadığım adamlar onu göndərdi. Sağ olsun. Tanımır. İndi tanıdım da, yəni Allah'tan sağ olun. tanıdım. Allah onların nətər demiş, min budaq eləsin. Allah balalarını Amin. saxlasın. Amin. Onun nə mənə, nə dədəmə borcu var. Amma göndərdi. Düz. Göndərdi. Allah, o bir zad var, deyir Allah ürəyinə görə versin. İndi o xainlər ki var, elə Allah onların ürəyinə görə verəcək geçdiniz. Düz. Biri bir 5 dənə qoyun alıb, ay buna bax, o pulu hardan aldı? Qoyununa, hədə alıb alıbdır, nə bala? Bir maşın alır. And olsun Allah'a sidqi ürəkdən demişəm ki, həmişə. Kaş kətdə hamının maşını olsun, mənim olmasın. Yəni ən azından məni yolda götürəcək. Ona söz yok. Ona söz yok. Mən olmasın. Lap qonşumun hamısının inəyi olsun, iş mənimki olmasın. Yəni desəm ki, mənə bir qazan qatıq salır. Eləyəcək. Vallahi Sana eləyəcək. yaxşı insanların qəlbini. Sən də seçim yersən də onu kimə demək lazımdır. Düz. Ziyan da o. Aynur xanım, salam. Buyur, buyur. Yəni sən sənin qaşı düşməyəcəksən, gəl bir xeyir var. Elə nə olar ki, elə bir üç başqa, iki başqa sigaret olur, onunla ölməyəsən. Və elə bir üç başqa sigaret demə, bu da mənlikdir. Alın, qoy, Sağ ol, ustaların çəksin. Minnətdaram. Ya nə bilim, 1-2 litr sudan al götür gəl. Denən istidir, yayın gəl. Söhbət təsizdən getmir, Elləmi başa buradan sür. getmir. Elə ümumiyyətcə. Qabaq evi kənd cəmaət, qonum qonşu tikərdi. Biri Ha. taxtasın, biri şalmanın, biri binövrəsin. Salam Rövşən qardaş, xoş gördük, xoş gəlmişsən. Allah səni var elə. Qabaq. Əlini qoyma da ekran qabağına. Hörmətli izləyicilər, video çəkilişimizi də yekunlaşdırdıq. Hal-hazırda həyətimizdəyik. 160 manat Emin qardaşın evinin borcundan yardım gəldi. 50 manat Eminin özünə xatirə bacımız yolladı. 15 manat Xəyyam kişiyə, 1000 rubl isə ustalarımıza. Allah cibinizə milyon bərəkət versin. Heç nə demək istəmirəm. İstəmirəm ki, əziz dostlar, istəmirəm ki, nə ağır notlara qatılaq. Çox sıxıntılar var, amma inşallah bunun da öhdəsindən gələcək. Qoy bir sizə bu gözəlliyi göstərim. Bir balaca yorğunluğunuz çıxsın. Bağımızı görürsünüz. Yarım saat bundan öncə təmizlədib çıxmışıq. Allah qoysa hər şey yaxşı olacaq. Sezon başlayır may ayı. Yardım eləyən dostlar, yardım eləyən qardaşlarımız hər biri bildirir ki, inşallah sezon başlayır. Yardımla bağlı problemimiz yoxdur. Bizim problemimiz tamaşaçılarımızın passivliyidir. Rəylərin az olmasıdır, laiklərin az olmağıdır. Bir dənə bizim böhranımız budur. Yardımlar şükür Allaha gəlir, amma nədənsə bizim tamaşaçılarımızın böyük əksəriyyəti bir rəy belə yazmağa bilmirəm, özünə bir çətin iş bilir. Ümid edirəm ki, hər kəs elə bu gündən, bu çəkilişdən sonra aktivliyin göstərəcəkdilər. Və ən əsas like verib kanalımızı daha da irəli aparacaq. Kanalımıza hücumlar çox olur. Kanalımızı span edirlər. Kim edir Allah bəlasını verər. Bu kanal kasıbların, bu kanal ehtiyacı olanların, məzlumların kanalıdır. Bu kanalda 10 minlərlə insan bu kanalın vasitəsilə evinə çörək pul aparıb, tikə aparıb.
ərzaq aparıb. Kim bu işi görürsə, Allah'a bilsin, özü bilsin. Allah qarşısında inşallah öz cavabını verər. Biz əlimizdən nə gəlir, edəcəyik. Var gücümüzlə əlimizdən gələni edəcəyik. Kim nə pisliyi edir, etsin. Hər kəs öz əməlinin cavabını alacaq. Biz böyük ailə olaraq, yaxşı insanlar olaraq əlimizdən gəldiyi yaxşılığımızı edəcəyik. Kim də bacarır pisliyi, o da yəqin ki öz pisliyindən qalmayacaq. Biz nə qədər də desək ki, ey insanlar, bunu etməyin, bu günahdır. Pislik etmək günahdır, o insanlara o çatası deyil. Çünki o insanların artıq qanı, o insanların ruhu pisliklə qovurulub. Onlara belə şey çatan deyil. Amma yenə də, olar ki, kimsə başa düşər, kimsə gec deyil, tövbə etmək gec deyil. Yəni, açıq-aşkar kanalımızı vururlar. Yəni, bu başqa bir söhbət yoxdur.